Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif mövzusu olan bərabərsizliyin həlli mövzusuna baxacağıq uşaqlar. Videoya keçməzdən əvvəl belə məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır uşaqlar. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi keçəyim mövzunun izahına. Uşaqlar, baxın burada bərabərsizliyin həllində uşaqlar biz keçən dərsimizdə belə bir qayda keçmişdik. Demişdik ki, məsələn bu kiçikdir işarəsi idi, bu kiçikdir bərabər. Məsələn bu böyükdür, bu böyükdür, bu da böyükdür bərabər işarələri var idi. 4 dərəcədə bir də bərabər deyil işarəsi var idi uşaqlar. Burada uşaqlar baxın, əgər bizə verilən bərabərsizlikdə kiçikdir və böyükdür işarələri varsa, məsələn, mən sənə desəm ki, x kiçikdir 13-dən və yaxud da x da böyükdür, məsələn, yazmışam ki, 1-dən və yaxud da 8-dən yazmışam. Uşaqlar, biz bunları ədəd oxunda göstərəndə belə bir qaydamız var. Baxın uşaqlar, kiçikdir və böyükdür olanda bu şəkildə olacaq. Necə? Məsələn, mən ədəd oxunda qeyd edirəm. Baxın, deyirəm ki, bura 13-dür, bura 12-dir, bura da 10-dur. Neysə də hamısını qeyd edirəm. Uşaqlar, belə qeydim. Deyirəm ki, baxın, 13-dən kiçik ədədlər. Baxın, belə qeyd edirəm. 13. Baxın, bir dənə belə yumru dairə çəkəcəm. İçi boş olacaq yumru dairəni. 13-dən kiçik ədədləri göstərəndə belə göstərməliyəm uşaqlar. Baxın, ədəd oxunda. Yəni, kiçilə gedir uşaqlar. Başa düşdük? Məsələn, desəm ki, 8-dən böyük olan ədədlər. Məsələn, ədəd oxu çəkirəm. Deyirəm ki, bura məsələn, bura 0-dır, neysə də belə çəkirəm, bura deyirəm 8. 8-dən böyük olan, yenə yumru dairə, içi boş, böyükləri qeyd edirəm. Getdi hara kimi? Baxın, buraları qaralayıram uşaqlar. Bu getdi düz sonsuzluğa, amma burada 0-a kimi gedəcəkdir uşaqlar hələ ki. Elə deyil uşaqlar? Baxın, bu böyükdür və kiçikdir olandır. Bəs yaxşı və birdən sizə, məsələn, versə və x kiçikdir, bərabərdir versə, bəs məsələn, 13 olmasın, nə olur olsun da, məsələn, deyirəm ki, 7. Onda uşaqlar, əgər bərabərdir işarəsi varsa, məsələn, bu 7. Bura olsun, məsələn, 7. 7-dən kiçik ədədləri göstərdi. Amma bax, burada bərabər varsa, bunun içi dolu götürməliyəm. Niyə uşaqlar? Burada, bax, bərabərdir sözü nə deməkdir, bilirsinizmi? Buradakı bu x, bu 7-ni də alır deməkdir uşaqlar. Yəni, 7-nin özü də ola bilər deməkdir. Və həmçinin, məsələn, mən sənə desəm ki, a böyükdür, bərabərdir 3-dən desəm, böyükdür, bərabərdir 3-dən desəm, onda sənin bu a ədədin, yəni bu 3 ədədindən böyük olur və bu içini doldurur və bu şəkildə olur. Uşaqlar belə gedir. 3-dən böyük ədədlərin hamısı. Yəni, uşaqlar, burada bunlara diqqət eləməmiz lazım. Və bir də dedik ki, uşaqlar, altına xət onda, yəni, baxın, kiçikdir, bərabər. Məsələn, deyirəm ki, 5 kiçikdir, bərabərdir a-dan. Burada a 5 ola bilər, 6 ola bilər, 7 ola bilər. Və yaxud da mən sənə desəm ki, x böyükdür və yaxud da deyirəm ki, x kiçikdir, məsələn, 4 yazmışamsa, kiçikdir bərabər. Onda x nə ola bilər? Məsələn, deyirəm, x-in natural ədədlərini deyil, sən deyirəm 1, 2, 3 və 4 ola bilər uşaqlar. Yəni, bu şəkildə baxmamız lazım. İndi gəlin misallara baxalım uşaqlar. Deyir ki, baxın 8-ci sualda bizə nə deyir? Deyir ki, uşaqlar, deyir ki, bərabərsizliyin hər birinə uyğun təsvirinə yedim. Baxın, kiçikdir, bərabərdir varsa 7-dən kiçik ədədlər olmalıdır və içi dolu. Baxın, 1-ə olacaq C variantı, bax, bura olmalıdır uşaqlar. Sonra, baxın, x sadəcə 7-dən kiçikdir. Sadəcə, baxın, içi boşdur, görürsünüz uşaqlar. Deməli, bura olacaq D variantı. X böyükdür 7-dən. Bax, 7-dən böyükdür olsa A variantı. Baxın, bura olacaq cavabımız A variantı. Burada da x böyükdür, bərabərdir 7 olsa uşaqlar. Burada baxın, böyükdür, bərabər. Görürsünüz, içi dolu. Burada nə variantı olmalıdır uşaqlar? B variantı olmalıdır. İndi baxın, keçirik 9-cu suala. Deyir ki, dəyişənin verilmiş hansı qiymətlərində bərabərsi doğru olar? Uşaqlar, baxın, 3,2-dən kiçik ədədlərə baxmalıyım. Təbii ki, burada 4 ola bilməz, 3,5 ola bilməz və bir də biz demişdik ki, uşaqlar, düzgün kəsirlər 0 ilə 1 arasında yerləşdiyinə görə bizim cavabımız uşaqlar 3, 2, bir də 3-də 2 şəklini alacaq. Sonra gəldik bura. Baxın,
M kiçikdir, bərabərdir 6-dan. Uşaqlar, baxın, 7-dən, 7 ola bilməz də, bu da ola bilməz. Amma bunların hamısı ola bilər. Bax, 6 ola bilər, 6 yazsam 6-ya bərabər 4 ola bilər. 4-də 3 də həmçinin bu şəkildə ola bilər. Gəldik bura. C variantında deyək ki, x 8-dən böyük olsun. 8-dən böyük, 8-dən böyük olmalıdır. Cavabımız, baxın uşaqlar, hətta bu 8-in özü də ola bilməz. Mən burada səhv elədim. Üzrü sayın, 8 də ola bilməz. Deməli, cavabımız 9 və 11 ödəyəcək. Bax, deyək ki, z böyükdür, bərabər 4-dən. 3 ola bilməz uşaqlar. 4 ola bilər. 5 ola bilər. Bu da ola bilər, bu da. Hamısı ola bilər uşaqlar. Bir dənə 3-dən başqa. Deyir ki, 10-cu suala baxsa, bərabərsizliyi ödəyən 3 nota ədəd tapın və həllə oxunda təsvir edin aşağılar. Baxın, 10-dan kiçik, bax, x kiçikdir 10 deyir aşağılar. Desin, necə eləməliyik biz burada? Məsələn, ödəyən ədədlər, məsələn, 5 ola bilər, 7 ola bilər, məsələn, 9 ola bilər. Və ədəd oxunda da qeyd edirəm uşaqlar. Baxın, bura olsun 10, içi boş olmalıdır, ondan da kiçik bu ədədlər olacaq. Gəldi B variantına uşaqlar. Deyir ki, x böyükdür 5-dən. Nə ola bilər? X ola bilər, məsələn, 7, 13, məsələn, 20. Ədəd oxunda da baxsaq uşaqlar, ədəd oxunda da baxsaq, bura olsun, məsələn, 5, içi boş olacaq. 5-dən böyüklər. Bu şəkildə olmalıdır. Belə. Gəldik sonra C variantına. C variantına deyir ki, x böyükdür, bərabərdir 3-dən. Nə ola bilər? X ən birinci 3 ola bilər. Məsələn, 4, 7, nə bilim 17. Burada da uşaqlar baxın. X böyükdür, bərabər deyilsə artıq içi dolu olmalıdır. Bu yumru işarənin içini dolu. 3-dən böyük ədədlər uşaqlar. Baxın bu şəkildə gedəcək. Sonra gəldik D variantına. X kiçikdir, bərabərdir altdan. Buradan x də bərabərdir. Məsələn, 1, 2, 3, 4, 5, 6 ola bilər. Biz bunu ədəd oxunda göstərsək, məsələn, buranın bir 6 eləsə içini doldurmalı. Çünki kiçikdir olmalı 6. Altdan nə olmalı uşaqlar? Kiçik ədədlər olacaq. Gəldik Y variantına. Deyək ki, x kiçikdir, bərabərdir 4,1. Nə ola bilər? X ola bilər 1, 2, 3, 4 ola bilər uşaqlar. Bizə deyir ki, natural ədədlər göstər demişdir. Uşaqlar da artıq sən onu kəsir yaza bilməzsən. Baxın, 4,5 buradır uşaqlar. Buranın içini boş götürürəm. Ondan kiçik ədədlər və bunlar olacaq uşaqlar. Belə. Sonra gəldik F variantına. F-də də uşaqlar x böyükdür 9,2-dən. Məsələn, nə ola bilər? 10 ola bilər, 11, nə bilim 20, 100 belə gedəcək. Baxın. Deyirəm ki, bura olsun 9,2. Bundan da böyük olmalı. 9,2-dən nə? Böyük şəkildə, bu şəkildə qeyd etməmiz lazım. Gəldik sonra bərabərsizliyi ödəyən ən kiçik natural ədəd. Baxın aşağıda oxuyub buna cavab verməliyik. Baxın, x 4-dən böyükdür deyir. Baxın, 4-dən böyük ən kiçik ədəd neçədir aşağıda? Təbii ki, 5. Əla. Deməli, burada 5 olmalıdır. Baxın, bura. İndi uşaq, baxın, bütün düzgün kəsirlər 0 ilə 1 arasında yaşayır. Məsələn, mən bu hər tərəfini 25-ə vursam, bu %75 olacaq. Bu da neçə deməkdir? 0,75. Acaba 0,75-dən böyük, ən böyük nota neçə, ən kiçik nota neçədir? Təbii ki, 1. Sonra baxın, uşaqlar. N böyükdür, bərabər 7,4-dən. 7,4-dən böyük, ən kiçik natural ədəd hansıdır uşaqlar? Təbii ki, 8. Və burada da deyək ki, y böyükdür 8,7-dən. Burada nə olacaq uşaqlar? Burada nə olacaq? 9 şəklini alacaq uşaqlar. Sonra gəldik Y variantına. Baxın, bunu biz yazsaq uşaqlar, bu 7,3-də 1-dir. Baxın, 7 tam. 7-ni ötüb, deməli, hara yaxınlaşır 8-ə? Deməli, bura ən kiçik neçə olacaq? 8 olacaq uşaqlar. Gəldik belə. Deyək ki, bərabərsizliyi ödəyən ən böyük notayada yazın. Baxın uşaqlar, ən böyük. X kiçikdir 5-dən. 5-dən kiçik, ən böyük notayada neçədir? 4. Hələ deyim uşaqlar, baxın. 8,9-dan kiçik ən böyük ədəd neçə olacaq?
8. N kiçikdir beraber 7'den. Burada beraber olduğuna göre ben bu n'in yerine n'in en büyük kıymeti de 7'nin özü olacak. Öyle değil mi aşağılar? Yani bu şekilde bakmamız lazım. Bakın y kiçiktir beraber 9,14'ten. 9,14'ten kiçiktir. Onda ne olmalı? 9'un özü. Bu da bak 24'ü 4'e bölsək neçə yer aşağıda? 6. Yani x kiçiktir beraber 6'dan. Yani kiçik beraber 6 onun beraberlik şərti olduğuna göre bunu ödeyen en büyük ədədimiz de olacak. 6'nın özü. Geldi sonra meselelerə. Deyir ki, Sami'nin fikri doğrudur mu? X kiçiktir 15 ve x kiçiktir beraber 14 beraber ödeyen natural edilen sayı beraberdir. Tabii ki uşaqlar natural edilen sayı beraber. Çünkü niye? Sen bunu sayanda 1'den düz 14'e kimi sayacaksan, bunu da sayanda 1'den 14'e kimi saymalısın. Bu da doğru olacak. Şimdi geldi bize 14'e. Ne diyor 14'e? Deyir ki gəzinti gəmisi en çox 168 sərnişin tutur. Gəmi gəzintisi üçün satıla bilən biletlərin sayı n hansı bərabərsi təsvir edir? Uşaqlar baxın, en çox 168 ola bilər. Deməli sənin biletlərin 168-dən kiçik və ona bərabər olmalıdır. Uşaqlar baxın, bu şəkildə olmalıdır. Gəldik sonra 15-ci suala. Deyir ki, usta evin divarını tutmaq üçün ən azı 6 rulon, ən çoxu isə 9 rulon divar kağızı lazım olacağını hesabladı. Divar kağızının bir rulonu 8 manatdır. Verilən hansı məbləğdə divar kağızını almaq üçün ödənilən pul ola bilər? Arkadaşlar baxın, 8'i 6'ya vuram 48, 8'i 9'a vuruyorum 72. Yani 48 ile 72 arasında olmalıdır aşağılar. Bakın pul. Yani minimum 48 manat, maksimum ise 72 manat. Yani 48 olabilir mi? Olabilir ama 40 olabilmez. 64 olabilir, 72 olabilir ama bunlar da olmaz uşaqlar. Deməli olabilir diye ödenen pul olabilir. 48 de olabilir, 64 de ve 72 de. Bu şekilde bakmamız lazım. Sonra geldik tərəvəzlərdəki tərəzilerdeki meyvelerin kütlesi 1 kilogram, 1,5 kilogram, 3 kilogram, 4 kilogram. Her meyvenin kütlesini tapın deyir aşağılar. Şimdi bakın meyveler. Belə deyək də aşağılar. İndi baktığımız zaman hansı ağırdırsa bakın. Bananla 1 kilogram, 3 kilogram. Birinci 1 kilogramdır bak uşaqlar. Birinci 1, bu ikisi 1 kilogram. Bakın bu ikisinin təzə meyvələrin kütlələri ki 1 Bu kütlələr bizə ardıcıl verilibdir uşaqlar. Bakın bu ikisi 1 kilogramdır. Onda uşaqlar bakın bu ikisi nədir? Bu 3 kilogram oldu elə deyil mi uşaqlar? İndi baktığımız zaman uşaqlar burada bu 3 kilogramdır ama bu ağır gəlib də aşağılar. Bu ağır gəlibsə, baxın burada biraz məntiqidir. Yəni bunu böyüdəcəm. Baxın aşağılar, belə baxağında məsələyə. Bunu biraz qələmi də böyüdüm. Aşağılar baxın. Bu daşların kütləsi neçə kilogramdır? 3 kilogram. Ama bu görürsən ağır olubdu, aşağı düşübdü. Deməli bu meyvələrin kütləsi 3 kilogramdan çox olmalı. Deməli birinci bu meyvələrin kütləsi 4 kilogramdır uşaqlar. İkinciyə baxdığımız zaman burada 3 kilogram var. Baxın 3 kilogram. Ama bu 3 kilogram daha ağırdır. Deməli 3 kilogramdan kiçik olmalıdır. Burada ya burada 4 kilogram ya 1 kilogram diye 1,5'dir aşağı. İkisinden biri olacak. 3 olabilməz. Gəlin bura baxalım aşağı. Bunu hesabladığımız zaman bu oldu neçə? 4,5 kilogram burada var. Deməli mən bura nə yaza bilərəm? Məsələn mən bura hər meyvənin kütləsini tapın deyir uşaqlar. Baxın indi mən indi bura nə yaza bilərəm? Bura məsələn yaza bilərəm ki 1,5'də yaza bilərəm. 3'ten kiçik olmaq. Ama burayı ise uşaqlar 3 kilogram da qeyd etmək olar. Baxın bu şəkildə baxa bilər. Artıq biz burada bu daşların kütləsinə görə baxırıq da uşaqlar. Mövzumuz uşaqlar bu şəkildə. Ümid edirəm ki video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın uşaqlar. Sağ olun.